Xalq artisti Röya Ayxanın çərçivədən kənar verilişinə verdiyi müsahibə geniş müzakirələrə səbəb olub. O, uzun müddət küsülü olduğu mərhum həmkarı Aygün bəylər barədə sərt fikirlər səsləndirərək deyib ki, onu heç zaman bağışlamayacaq. Sənətçinin bu açıqlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ölmüş biri haqqında onu heç vaxt bağışlamayacağam demək İslamda və başqa inanclarda necə qəbul olunur? Öldükdən sonra insanın bağışlanması həmin şəxsin günahlarını təmizləyirmi? Haqq dünyada bağışlanır ifadəsinin dini mənası nədir? Qlobal.info.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü ilahiyyatçı Rüfət Qarayev bildirib ki, müsəlman gərək dünyada ikən insanlarla halallaşıb Allahın hüzuruna çıxarkən təmiz çıxsın. Təbii ki, biz insan olduğumuz üçün müxtəlif xəta və günahlarımız mövcuddur. Bəndə tövbə etdikdən sonra Allah onun günahlarını bağışlayır. Ancaq istisna hal bundan ibarətdir ki, haqqı üzərimizdə olan insanlar bizə halallıq verməsələr, Allah bizi bağışlamayacaq. Bunun üçün də çalışmalıyıq ki, axirət həyatına köçmədən öncə dünyada ikən insanlarla halallaşaq. Əgər halallaşmamışıqsa da, dünyadan köçənin yaxınları haqq sahiblərindən halallıq almağa çalışsınlar. Hər kəs bir gün Allahın hüzuruna gedəcək. Rüfət Qarayev deyib ki, bu dünyanın fani olduğunu nəzərə alaraq insanları bağışlamağımız daha məqsədə uyğundur. Sən bağışla ki, Allah da səni bağışlasın. Ancaq sən hənin dünyasını dəyişmiş şəxsi bağışladığın halda belə Allah onu bağışlayacaqmı, bu da başqa bir məsələdir. Onun üçün də sənə düşən vəzifə özünü təmizləmək və qəlbini rahatlaşdırmaq üçün bağışlamaq yolunu tutmaq ən doğru olanıdır. Qeyd edək ki, Aygün bəylər illər əvvəl verilişlərdən birində aparıcının Röyanın ünvanına sənətkar ifadəsi işlətməsinə etiraz edərək studiyanı tərk etmişdi. Röya bunu şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edərək mərhum sənətçini məhkəməyə vermişdi.